Gene Ağdam diyəm, həyətimizdə Əzbəy küçəsi ev 57. Hər dəfə gələndə elə burada nəsə torpağı aynı qırırlar, qazırlar, heç bir iş getmirlər. Yəni şəkillər onlar hələ asfaltdan olur. Amma həyətdə hər də qazırlar, aynı qazırlar bəli. Deyirəm, yəqin eşidiblər ki, bura Qızıllı Seyranın həyəti olub. Seyran nənəmin adıydı, Qızıllı Seyran deyirlər. Qızılın adında görmədik. Deyirəm ki, Qızılı. Bir dəfə soruşdum, dedi ki, düz adam olduğuma göre Qızıl Seyran deyirlər, cəmaət da Qızıllı deyir. Dedim, nənə, Qızılları qoy ortaya. Allah rəhmət eləsin. Öləndə mən də əsgərlik deyirdim də heç Qızıl da ortaya çıxmadı. Amma elə gəlib eşib tökürlər buralar, nə axtarırlar bilmirəm, Qızıl axtarırlar, nağarırlar. Bura Ağdamın hamam məhəlləsidir. Buradan o tərəfə o görükən hamamın divarlarıdır, bir 100 metr o tərəfdə. Hamam məhəlləsi deyirlər, bizdən bu tərəfə paralel küçə Budakov idi, ona paralel də Süleyman Sağın altında idi, Ağdamın ən böyük küçələrini. Buradan o tərəfə Seyitli kəndi başlayır. Yaxşı məhəlləmiz vardı. İndi gələcəkdə yəqin ki, burada böyük binalar olacaq. Ortalarımız Vallahi ölenlere rəhmət eləsin, qalanlara can sağlığı, şəhidlərimizin məkanı cənnət olsun və bu yerdə elə Allah rəhmət eləsin, yaxın günlərdə dünyasını dəyişmiş Ramiz Quliyevi xatırlamaq istəyirəm. Ramiz Quliyev bizim küçəmizə Əzbəy idi, yanımızdan keçən küçədə Əli İbrahimov idi. Buradan 3-cü qapı, sola dönəndə yolun sağında 3-cü qapı Ramiz Quliyevgilin eviydi. Allah rəhmət eləsin. Yaxşı sakit ailə idilər. Atası rəhmətli Əyyub kişi. Çox sakit, fağır bir adam idi, nurlu bir adam idi. Seyid nəslindən idilər. Allah hamısına rəhmət eləsin. Qalanlarına can sağlığı. Allah oğlu Əyyuba, Ramiz müəllimin torpağı sanı ömür versin. Bizdən o biri küçədə 2 qapı o tərəfdən sola yol dönürdü Seyidliyə tərəf. Sola dönəndə sağdan 2-ci qapıda Rəmişgilin eviydi. Allah ona da rəhmət eləsin. Atası Avdal Hüseynə, anası Ziba Xalıya, qardaşı Sabir müəllimə Allah rəhmət eləsin. Yaxşı ailə idi onlarda. Rəmiş də tanınmış gitarist idi. Bütün plusu ilə, minusu ilə elə Rəmiş idi də. Allah dünyasını versin, Allah günahlarını bağışlasın. Və bir də bu evdə tez-tez Sədi Məmmədov olardı. Sədi Məmmədov mənim mamam oğluydu. Böyük mamamın, papamın, böyük bacısının oğluydu. Xanəndə Sədi Məmmədov. İnsanlar xatırlayırlar toylarımızın dadı, tuzu, yaraşığı, hurmatı və Sədi ilə həm də dostluyduk. Allah dünyasını versin. Evin məhəlləmizdə tanınmış adamlar çox idi. Üzbəyüzdə biraz o tərəfə Rəmişgilə dönməmiş Tariyel Həkimgil olurdu, Eyvazov Tariyel olurdu. Bax üzbəyüzdə İlham olurdu. Allah canını sağ eləsin. Onlardan 2 qapı 8 nömrəliyə tərəf Şahikil olurdu, böyük qardaşı Natiq. Allah rəhmət eləsin, Rəşid Əminin uşaqları. Onlardan sonra mənim sinif yoldaşım Vüsal olurdu rəhmətli, cavan rəhmətə getdi. Əzbəy küçəsində 2 məktəb vardı. 1 nömrəli məktəb bazarın yanında, Sarhacılıya tərəf gedəndə də 8 nömrəli məktəb. Biz 8 nömrəli məktəbdə oxumuşuq. 8 nömrəli məktəbdə Ağdamda tikilən ən sonuncu məktəb idi. Oylilər üçün, 70-ci illər üçün. Heç ondan sonra məktəb tikilmədi. Bir dənə 2 nömrəli məktəb beynəlmiləl idi. Rus-Azərbaycan sektoru, Rus sektoruna ayırdılar. 8 nömrəli ən sonuncu məktəb idi. 66-cı ildən başlanmışdı. Mən də 69-cu ildə 1-ci sinifə getmişdim. Vay da boy 69, 56 il bundan qabaq. Bir igidin ömrü, bir igidin yox, 2-3 igidin ömrü. Allah müəllimlərimizə rəhmət eləsin.
yaxşı müəllimlərimiz olub. Biz oxuyanda Terli müəllim idi direktor, sonra Xanış müəllim oldu biz 10-cu sinifdə oxuyanda. Yaxşı adamlar idi, yaxşı müəllimlər idi. Müəllimlərim Sərvaz müəllim, Sərdar müəllim, Təvəkkül müəllim, Allah canı sağ etsin, o birilər rəhmətə gedib. Birinci sinif müəllimim Zərifə müəllim olub. Bizdən 2 küçə o tərəfdə Frunze küçəsində olurdu. Sonra Dilşad müəllimim olub, Zənfirə müəllimə Hacırdan 4-cü sinifdə yol çəmrin həyat yoldaşı. Yol çəmridə o vaxt üçün rayon yeri üçün elə market demək olardı. Böyük ərzaq mağazası vardı Köhnə hamamın yaxınlığında. Bizim də məhəllənin marketi Fikrət əminin dükanı idi. Allah rəhmət eləsin. Balaca putkası vardı, amma elə bilirdik ki, elə hər şeyi taparıq oradan. Gündəlik tələbat malları nə var, hamısını oradan alardıq. Səhər saat 7-də isti çörək gəlirdi. O isti çörəklə səhər yeməyimizi yeyib dərsə gedərdik. Müəllimlərimizdən Pənah müəllim, Allah rəhmət eləsin. Şəfiqə müəllimə, Tofiqə müəllimə, İngilis dili müəllimlərimiz, Tahirə müəllimə, kimya müəllimə. Yadımdan çıxanların ruhundan üzr istəyirəm. Yəni bədahətən danışdığıma görə hamısı Mahirə müəllimə. Biz uşaq olanda pioner baş dəstə rəhbərimiz idi. Bizi Don pioner deyirdik də, pioner və məktəblərinə, Qarabağ bülbüllərinin məşqlərinə, tədbirlərinə aparardı. Sonra özümüz gedirdik. Buradan yaxın idi. Qarabağ bülbüllərinin fəaliyyət göstərdiyi Don pioner Murad müəllimin rəhbərliyi ilə, Murad Rızayevin. Allah ölənlərin hamısına rəhmət eləsin. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin ki, təzədən qayıdıb bu Ağdamı görürük, Ağdamda gəzə bilirik. Allah qazilərimizə, veteranlarımıza uzun ömür, can sağlığı versin. Allah məmurlarımıza insaf versin. Onların haqqını elə ödəsinlər ki, heç bir şeyə ehtiyaçları olmasın. Yəni onlar buna layiqdirlər. Onlar vətənin 30 ildən bəri əsarətdə olan torpaqlarını azad elədilər. Sağ olun. Danışmalı şey çoxdur. Ağdamdan yəni dayanmadan aylarla, illərlə danışsam o qədər danışmalı şeylər var. Yəni uşaqlıqdan cəmaət içində olmuşam. Demək olar ki, Ağdam şəhər cəmaatının hamısını tanıyırdım. Yaxşısını da, pisini də, dəcəlini də, nə bilim, davakarın da, alimin də, professorun da, ziyalısını da, dövlət adamlarını da. Çünki Qarabağ bülbüllərində iştirak edirdik, tədbirlərdə olurduq, hamısını görürdük. O vaxtki sosialist əməyi qəhrəmanlarımız vardı. Onların da hamısını tanıyırdıq. Çoxu ilə şəxsən tanışdığım da vardı. Nə bilim, Allah hamısına rəhmət eləsin. Ağdam haqqında gərək çox böyük tarixi seriallar çəkilə, ümumiyyətlə Qarabağ haqqında, qəhrəmanlarımız haqqında, igidlərimiz haqqında seriallar çəkilə. Xalq öz tarixini tanıya bilə, təbliğ oluna. Yəni bu döyüşə gedib sinəsin güllə qabağına verib torpağı azad edən oğlanlar əvvəllər o vaxtı 88-ci illərdə ki, o müharibə mitinglər başladı. Cəmaət nəyin hesabına bir nəfər kimi hamı mübarizəyə qalxmışdı. O vaxt kinolar çəkirdilər. Həzi Aslanov haqqında, Mehdi Hüseynzadə haqqında, digər qəhrəmanlarımız haqqında tarixi filmlər və təbliğ olunurdu. İnsanların içində bir vətənpərvərlik yaranırdı və o vətənpərvərlikdə insanları mübarizəyə qaldırdı və bugün də lazımdır. Bugün də lazımdır. Allah dövlətimizi əmin-aman eləsin. Bir daha müharibə görməsin. Körpələrimiz, gənclərimiz, insanlarımız görməsin. Amma dünya da davam edir. Hər şey ola bilər. Vətənpərvərlik ruhunda böyüməlidir insanlar, oğullar. Dövlətimizin siyasəti normaldır, qaydasındadır. Amma efirlərimiz də düzəlsə, efirlərimizdə vətənpərvərlik verilişinə vətəni, rəhmətli Xudu Məmmədov deyirdi ki, siz uşaqlara vətəni sevin deməyin. Vətəni tanıdın, özləri sevəcəklər. Mən çox istəyirəm ki, efirlərimizdə vətənimizin bütün sahələri ilə bağlı verilişlər olsun. Həm elə təbiətin, həm insanların, həm qəhrəmanların, yerlərin, torpaqların, görməli, gəzməli yerlərin hətta tanıtmaq lazımdır ki,
uşaqlarımız elə doğuluşdan o vətəni sevsinlər, bağlansınlar, məhəbbət bəsləsinlər və yeri gələndə vətənin müdafiəsi üçün mübarizəyə qalxa bilsinlər. Çox sağ olun.